Rusiyada Azərbaycanlı iş adamı itkin düşüb. Sverdlovsk vilayətində hüquq mühafizə orqanları qan içində tapılmış Mercedes avtomobilinin sahibi biznesmen İlqar Bayramoğlu Xanadanovun itkin düşməsi ilə bağlı halları araşdırır. Məlumata görə o, oktyabrın 24-də dostu ilə Miziyenko kəndinə gedəndən sonra itib. Gecə saat 12 radələrində dostu ilə birlikdə oturduqdan sonra həyat yoldaşı ilə telefon danışığında evə qayıtdığını deyib, lakin yolda o başqa biri ilə telefonda yüksək tonda danışıb. Kişilər geri dönüb yol ayrıcına çatıb, orada sahibkar dostunu düşürüb və həmin dostu təsadüfən oradan keçən həyat yoldaşını götürüb. Bundan sonra itən şəxsi heç kim görməyib. Qardaşının sözlərinə görə avtomobili məhz o tapıb. Açarlar avtomobildə taxılı olub, salonda isə şəxsi əşyalardan heç nə olmayıb. Polis və könüllülər itkin düşmüş kişini axtarır. Qeyd olunur ki, Xanadanov kabab və hot dog satılan kiçik bir ictimai yaşayış nöqtəsinin sahibidir.